İlk olaraq biz gəlin verbal bölmədən söhbət aparaq. Deməli, imtahanda sizdə verbal bölmədən ümumilikdə 5 mətn olur. Hər birində də 5 sual, toplamda 25 sual və hər biri 4 balla, belə deyək. Baxın, burada da qeyd olunubdur, bal 4. Hər biri 4 balla qiymətləndirilir və ümumi verbal bölmədən olur 100 bal. Verbal bölmədən 5 mətn, hərəsində 5 sual və hər biri 4 bal olmaq şərti ilə 100 bal üzərindən hesablanır. Sonralar bu T balına da çevriləndə, belə deyək, 3 bölmədir, verbal, rəqəmsal, abstrakt. Bunun hər biri 100 bal üzərindən toplamda 300 bal olur. İlk hesablanma forması və imtahandan sonra siz ilk balınızı görürsünüz. Hər bölmə üzrə də toplam balınızı da nəticənizi görürsünüz. Məsələn, yazılır 65%, 67%, 75% və s. Və bu 300 bal üzərindən əsasən bu il son ilin nəticəsinə görə 208, 210, bax bu civarda minimal nəzərdə tuturam. 208, 210 bal yığanlar, böyük əksəriyyəti 210, 212 bu balı yığanlar keçdi növbəti mərhələyə. Buradan yüksək olan ballar da təbii ki, keçdilər. Yəni mən təhlükəli hissəni deyirəm ki, bax bu aralar 208, 210 civarı ballar minimal hesab olundu. Sonralar bu T şkalası ilə çevrilir 800 ballıq sistem üzərindən artıq orada belə deyək, təqribən 560 civarında bal yığanlar, 800-dən 560 civarında bal yığan iştirakçılar keçdi növbəti mərhələyə və bu da həmçinin bu bal da, eləcə də 300-dən 210 bal da bunların hər biri özünüz də müşahidə eləsəz 70% nəticə deməkdir, 70%. Qeyd elədim ki, verbal bölmə ümumilikdə 25 sualdır, hərəsi 4 baldan və sizə mətni verir, həmin mətnə aid 5 sual olur. Hər dəfə mətni görürsüz, mətni oxumaq üçün də sizə vaxt ayrılıbdır. Məsələn, buna 2 dəqiqə sırf mətni oxuyub tanış olmağınız üçün, həmçinin sualların hər biri ilə də məşğul olmağınız üçün 5 sualda hər biri ilə də 2 dəqiqə vaxt verilir. 2 dəqiqə mətnin özünə, 5 sualın hərəsinə də 2 dəqiqə, 10 dəqiqə də bu. Toplamda sizə verilir 12 dəqiqə vaxt bir mətnin və onun 5 sualının cavablanması üçün. 12 dəqiqə və dedik ki, ümumilikdə də 5 mətn olur. Toplamda belə deyək, 60 dəqiqə olaraq nəzərinizdə saxlayın. Və testi necə işləyirik? Dediyim kimi, 2 dəqiqə ərzində siz mətnimizlə sürətli şəkildə tanış olmalısınız. Təbii ki, bu mətni 2 dəqiqə ərzində oxuyub bütün məlumatları əzbər yadda saxlamaq mümkün deyil. Nə etməlisiniz? Siz burada abzasların məğzi ilə tanış olmalısınız, cümlələri sürətli şəkildə oxumalısınız. Biz indi tədrisimiz zamanı 150 civarında mətn işləyəcəyik. 150 mətn və hər birinə aid təbii ki, 4 dənə, 5 dənə sual olacaq. Mümkün qədər çox sual işləyəcəyik ki, sürətinizi artırasınız. Bizim yoldaşlardan bayaq soruşan olmuşdu ki, sualları eləyə bilirik, amma vaxtı çatdıra bilmirik. Bunun da yeganə həlli odur ki, mümkün qədər çox nümunə işləmək lazımdır. Dediyim kimi, bizim təqribən 150 civarında mətnimiz olacaq ki, bunları işləyib nə qədər çox işləsəz, o qədər sürətiniz artacaq. Dediyim kimi, mətni sürətli şəkildə oxumalısınız yoldaşlar, məğzi ilə tanış olmalısınız, əzbər yadda saxlamağa ehtiyac yoxdur. Məsələn, burada rəqəmlər olur, ədədlər olur. Nə yaz? Baxın, 55.000 ton yazıbdır, sonra bunun 9.000 tona düşmüşdür. Bu ədədləri imtahanda əzbərləmirsiniz. Sadəcə burada baxın, abzasların məğzi ilə tanış olursunuz. Burada nədən danışır? Xəzər dənizli planetimizin ən böyük qapalı su hövzəsidir. Sonra burada nə qədər balıq növü var və s. ondan söhbət açır. Sonra orada keçir nərə balığına, deyir, dünya nərə ehtiyatının 80% Xəzərdədir və s. Yəni mən bu mətni dənə-dənə oxuyub vaxtınızı da almaq istəmirəm, bütün elementləri. Mətnlə tanış olduqdan sonra sürətli şəkildə keçirsiniz suallarımıza. Niyə dedim abzasların məğzi? Məsələn, bu abzasda Xəzərdən söhbət açıldı, bir də orada giriş elədilər, nərədən söhbət açıldı. Ondan sonra burada artıq, baxın, deyir, balıqçılığın inkişafı. Burada demək ki, ümumi balıqçılıqdan, Azərbaycanda olan balıqçılıq. Bunları nəyə görə bilmək lazımdır? Burada sualı görəndə, baxın, burada sualı görəndə, biləsiniz ki, mən hansı abzasda axtarış aparmalıyam. Məsələn, sualda deyir ki, mətndə nərə balıqlarının sayının azalmasının səbəbi kimi nə göstərilmişdir? Burada bu abzasımızda fikir verin,
qeyd olunub. İndi siz mətnimizlə tanış olandan sonra artıq deyəcəksiniz ki, hə, nərədən söhbət harda getmişdi, nərənin balıqlarının sayının azalma səbəbləri, sonra da orada belə deyək, balıqartırma zavodlarının salınması və sair bunlardan söhbət getmişdi. Baxın, deyir ki, səbəb olaraq deyir, kəskin azalması, aşağı düşməsi deyir, baxın, brakonyerlik fəaliyyətində deyir, balıqların həddən artıq ovlanması, kürü tökülən əksər çaylarda bəndlərin salınması, Xəzər dənizinin çirkləndirilməsi və sair amillərlə bağlıdır. Bax, burdan həmin amilləri seçəcəksiniz. Dediyim kimi, sizin burada ilk işiniz mətni sürətli şəkildə, düzdür, indi 2 dəqiqə ortalama belə deyirlər də, 2 dəqiqə deyir mətni oxuyun, hər suala da 2 dəqiqə, 2 dəqiqə ayırın. Toplamda sizin belə deyək, 12 dəqiqə vaxtınız olur, amma siz belə eləyə bilərsiniz. Lap mətnə ayırın 4 dəqiqə, 5 dəqiqə mətnin məğzi ilə tanış olmaq üçün. Elə suallar olacaq, məsələn, bu sualı artıq heç 1 dəqiqə çəkməz. Bu səbəblər var idi, burada brakonyerlik fəaliyyəti, sonra bəndlərin tikilməsi və s. Artıq heç bunu, həmin o variantları buradan seçmək 1 dəqiqənizi belə almaz. Yəni, buradan utduğunuz vaxtı mətni daha rahat oxumağa sərf eləyə bilərsiniz. Ondan sonra da imtahanda artıq belə deyək, yenə də hər dəfə mətni görəcəksiniz, onun aşağısında səhifəni çevirdikcə, onun aşağısında yeni bir sual. Mətn sabit qalacaq hər dəfə. İkinci sual, sonra yenidən çevirirsiniz, mətn sabit qalır, üçüncü sual. Bu formada 5 dənə ardıcıl sual görəcəksiniz. Ondan sonra artıq mətn təzələnir, yenə mətnlə tanış olub, növbəti 5 suala göz atırsınız. Verbal bölmədən qısaca söhbət apardıq. İndi gəlin baxaq rəqəmsal bölmədən. İlk olaraq sizə belə bir sual tipi ilə izah vermək istəyirəm. İmtahanda rəqəmsal bölmədə bizdə əsas ağırlıq olur diaqramlarda. Diaqramlar, cədvəllər, histoqramlar və s. qrafiklər. Digər sual tipləri də var ki, onlardan bir qismi riyazi hesablama suallardır, bir qismi də tapmaca tipli suallardır. Tapmaca tipli. İndi gördüyünüzdə tapmaca nəyə deyirəm mən? Məsələn, burada sizə belə bir cədvəl veribdir. İndi hazırda cədvəl formasındadır. Bəzi testlərdə qabaq-qabağa ədədlər verilir. Məsələn, yazır 8 3/7 bərabərdir 11. Yenə aşağısından da bunu yenə başqa ədədlər verirlər cavablarla bir yerdə. Üsulunu tapmaq lazımdır burdan və onu tətbiq eləmək lazımdır burada tələb olunan sonuncu sətr. İndi burada 8-i vurur 7-yə 56, sonra da təzədən 56-nın rəqəmlərini 5 ilə 6-nı toplayır, yazır bura 11. Bu magistratura qəbullarına düşmüş suallardandır, ona görə birbaşa bunu yazdım dedim. Yaxşı, bu tapmaca tipli sualı belə cədvəlin də içərisində verə bilərlər. Bir də yüksəlişdə ən çox necə olur? Böyük fiqurların içərisində. İndi birazdan o sualdan da ekrana verəcəm. Məsələn, burada bax belə əlaqəli bir-birinə üçbucaqlar verirlər. Mərkəzində bir dənə kvadrat. Tutaq ki, bunun yanında dairələr verirlər. Bu haqda bax belə bir oxşar suallardan baxacağıq qarşıdakı suallarda. Bu formada da ola bilər. Sonra ardıcıllıq sualları olur bizdə. İndi birazdan ona da göz atacağıq biz. Bax, fikir verin, hazırki sualımız da yenə necə deyərlər, bu formada dedik ki, cədvəl formasında da bizə tapmaca tipli suallar verə bilər. Yaxşı, gəlin indi burada biz hansı üsulları istifadə edəcəyik, necə yanaşacağıq, onlardan söhbət aparaq. Baxın, bu tip cədvəllər olanda ilk öncə sizin baxmalı olduğunuz şey sətr boyu cəmlər, məsələn, bax, buradakı ədədlərin hər birini toplayıb cəmlərini bura yazmaqdır. Yəni, DİM-in ən çox qəbullara saldığı tiplərdə sətr boyu cəmlər və yaxud sütun boyu yuxarıdan aşağı toplayırsınız. Bu cəmlər, alınan cəmlər ya bir-birinə bərabər olur, ya da müəyyən bir əlaqəli ədədlər olur. Tutaq ki, toplayırsınız, bunların cəmi 60 olur, bunların cəmi 70, bunlar 80 və s. Yəni, bu formada art-arta da gedə bilər, sabit, bərabər ədədlər də ola bilər. Bu öz yerində. Sonra artıq bu ödəmədisə, siz digər üsullara əl atırsınız. Məsələn, deyirsiniz ki, bir dəfə sətr boyu sonda duran ədədi cavab kimi qəbul edirik. Sonda duran ədədi. Hazırki sualımızda da elədir. Elə o formanı deyəcəm birazdan. Bəzi suallarda yuxarıdan aşağı baxırsınız, burada sonda duran ədədi cavab kimi qəbul edib bunlardan almağa çalışırsınız. Bəzən cüt-cüt qruplaşdırırıq. Bu ikisi bir-birinlə qruplaşır. Bunlar bir-birinlə qruplaşır. Məsələn, bunların cəmi bunların cəminə bərabər ola bilir bəzən. Üsul çoxdur.
və üzünə baxan kimi də testi müəyyən eləmək üçün gərək siz mümkün qədər çox nümunə işləyəsiniz, mümkün qədər çox fərqli formatlar görəsiniz ki, ədədləri tanıyasınız. İndi bax bu testə baxanda, baxın burada böyük 100 kimi, 99 kimi ədədlər var, bunlardan böyükdür. Onda artıq öz-özlüyünüzdə gələcəkdə siz deyəcəksiniz ki, hə, bunlar bu sıra cavabdır. Bax bu sütun cavabdır. 48 ilə 8-dən almalısınız 64. Burada ikinci tərəfi 8-i özümüzdən 2-yə vuracağıq, eləyəcək 16. 48-in üstünə həmin o 16-nı gələndə eləyir, bax bu 64-ü verir bizə. Eyni qaydada ikinci sırada da 75-in üstünə bax bu 12-nin 2 qatını, yəni 24 gəlirsiz, eləyir 99. Və yaxud bəzən iştirakçılarımız necə eləyir? 48 ilə 8-i toplayır 56. Bir də üstünə bu 8-i gəlir ikinci tərəfi. Yenə eyni şeydir. Bayaqki üsulla eynidir. Sonra bu 526-cı sualımıza baxın. Ardıcıllıq sualıdır və demək olar ki, yüksəlişin hər bir imtahanında rəqəmsal bölmədə ardıcıllıq sualı olur. Demək olar hər bir imtahanda rast gəlinir. Və belə bir ardıcıllıq sualı gördünüzsə, nə etməlisiniz? Ədədlərin arasındakı gedişatı, əməliyyatı qeyd eləmək lazımdır. Əməliyyatlar ki, birindən digərinə necə keçir? Məsələn, onu da çalışdığınız qədər balaca ədədlərdə yox. Məsələn, 5-dən 11-ə bir neçə üsulla getmək olar. 5-in üstünə 6 gələ bilərik. 5-i 2-yə vurarıq, eləyər 10, 5 vuraq 2, 10, üstünə də 1 gələ bilərik. Bu da mümkündür. Sonra 5-i məsələn 3-ə vura bilərik, 15, 4 çıxa bilərik, yenə 11 verər bizə. Yəni dediyim kimi üsullar çoxdur, bir neçə formada yanaşmaq olar. Ona görə çalışdığınız qədər biraz qabağa gedin həmişə, qabağa baxın. Bir-birindən uzaq ədədlərə baxın. Məsələn, 29 ilə 83-ün gəlin əlaqəsinə baxaq görək. 29-dan 83-ü necə almaq olar, neçə dəfə? Məsələn, fikirləşirik ki, 3-ə vurası olsaq, bax 29-u vursaq 3-ə, yaxın ədəd almağa çalışırıq. Ha, bax bunu yadda saxlayın. Elə bir əməliyyat icra eləyirik ki, getsin buna yaxınlaşsın. O civarda bir şey olsun. 29-u yaxşı 3-ə vursaq. Bir saniyə, səliqəli yazaq. Ha, 29 vuraq 3. Bu eləyəcək 87. Və nə edəcəyik? 4 çıxarıq. 87-dən 4 çıxarıq 83. Görək bəs bunu bu birlərə tətbiq eləmək olarmı? İndi mən niyə 3-ə vurdum? Yaxın bir ədəd aldıq. Biz 29-u 3-ə vursaq, daha doğrusu 4-ə vursaq, 116 eləyəcək. 116. Yəni 83-dən çox uzaqlaşır. 2-yə də vurası olsaq, eləyəcək 58. Yenə bundan uzaq bir ədədə. Ona görə dediyim kimi, çalışdığınız qədər hadisələrin mərkəzinə yaxınlaşmalısınız. Episentrə, hiposentrə, buralara yaxınlaşmalısınız siz. Uyğun bir ədəd, yaxın bir ədəd almalısınız. İndi yoxlayaq o birlərdə. 11-i 3-ə vursaq nə eləyəcək? 33. 33. Sonra da götürüb 4 çıxarıq, qalar 29. Vəssalam. Eyni qaydada burada da 5-i 3-ə vurub 4 çıxarsınız. Axırda da 83-ü 3-ə vurub, sonra da 4 çıxacaqsınız. O da 83-ü 3-ə vursaq 249 eləyir, 4 də çıxsaq 245. Bax belə. Baxın, burada da, baxın bu sualımızda da bayaq dediyim iri həcmli tapmaca tipli suallardan bir nümunə verilmişdi. Burada baxın, 6 bucaqlılar da verilib bizə. Sonra 4 bucaqlı fiqurlar da var, dairə də var və hər fərqli fiqurun içərisindəki ədəd fərqli bir üsulla alınacaq. Məsələn, burada yuxarıda müəyyən 6 bucaqların içərisində 3 dənə ədəd verib bizə. Burada M ilə 5 veribdir. Yəni biz buradan yola çıxmayacağıq. Konkret məlum olan, məsələn, bax, buradan yola çıxa bilərik. Çünki buradakılar da məlumdur, bunlar da məlumdur. Buradan bir üsul tapacağıq biz. Və tapmaca tipli suallarda ümumiyyətcə biz deyəcəyik ki, ilk işimiz toplamadır, yoldaşlar. Mütləq bu tip suallarda birinci toplamanı icra eləyin. Məsələn, bunları toplasaq eləyir 24. 3 ilə də 8 onda nə etməliyik? Vurarıq bir-birinə. O da 24 verəcək. Demək ki, bu balaca kvadratların içərisindəki ədədləri bir-birinə vururuq. 6 bucaqlıların da içərisindəki ədədləri bir-birinə toplayırıq. Alınan nəticələr bir-birinə bərabər olur. İndi qayıdaq geri, bayaqki yerə. Bunları, bu 3 dənəni toplayaq. Bu eləyəcək 25. 6 bucaqlıları topladıq, elədi 25. Yaxşı, bəs gəlin görək. Bu M nə olacaq? Bunları da dedik, vuranda 25 eləməlidir. M də olacaq nə? 5. 5 dəfə 5, bu da bizə 25-i verəcək. M-i tapdıq.
oldu 5. İndi də gəlin görək bəs dairənin içərisindəki ədəd necə alınır? Baxın, burada aldıq 55, burada 38, ortaya yazıblar 17. Burada 55-dir, sonra bu tərəfdə 54-dür, ortaya yazıblar 1. Təbii ki, bunların fərqini yazırlar. 55-dən baxın, 38 çıxanda qalır 17. Eyni zamanda 55-dən də bu 54-ü çıxanda da qalır ortadakı 1. Və onu biz, məsələn deyirəm, elə tətbiq eləyək gəlin aşağıda. 38-dən 36 çıxanda qalacaq 2. Bu formada bax belə iri həcmli fiqurların içərisində verilmiş ədədlərlə olan bu tip suallar yüksəlişin qəbullarında demək olar ki, hər qəbulunda yer alır. 2023-cü ildə ilk dəfə düşmüşdü. 2022-ci ildə rəqəmsal bölmə, yoldaşlar, yalnız diaqram idi. Yəni konkret standart cədvəllər, histoqramlar, diaqramlar, qrafiklər belə indi baxdığımız tiplərdən yox idi ümumiyyətcə. 2023-cü ildə ilk dəfə düşdü bu tiplər. Diaqram da var idi, amma bu tiplər də var idi. Yenə 2024-də də, 25-də də qarışıq şəkildə düşməyə davam eləyir. İndi isə gəlin burada verilmiş belə bir diaqram sualına baxaq. Dairəvi diaqramlara aiddir. Yəni bir çox diaqram tipləri var. Hər birinə aid nümunə görəcəyik. Ümumiyyətcə mənbələri də deyim, yoldaşlar. Verbal məlumatları biz bizim özümüzün tədris etdiyimiz, belə deyək, hazırladığımız, tərtib etdiyimiz materiallardan keçəcəyik. Bir də yüksəlişin əvvəlki illər qəbullarına düşmüş verbal mətnlərdən istifadə edəcəyik. Elə ilk ekrana verdiyimiz də 2024-cü ildə səhv eləmirəmsə sınağında düşmüş mətnlərdən idi. Verbal bölməyə aid indiyə qədər heç bir vəsaitdə mətnlər yer almamışdı, o tip mətnlər. Əvvəlki verballar, magistraturanın dövlət qulunun verbalları fərqlənir. Yəni yüksəlişin verbal testlərindən, mətnlərindən fərqlənir. Özümüz tərtib etmişik bir qism materiallar və yeni material üzərində lap ağırlaşmış çətin mətnlər üzərində də işləyirik hazırda. O vəsaitimiz də belə deyək, tədrisin gedişatında istifadə olunacaq. Keçəcəyik ondan da. Ümumiyyətcə bütün materialları tədris vaxtı ödənişsiz şəkildə iştirakçılarımıza göndəririk. Rəqəmsal bölməni Dimin kitablarından da keçəcəyik. 30 nümunə var, 30 dənə diaqram var. 2024-cü il magistratura üçün çap olunmuş, yəni magistratura dövlət qulu magistratura və digər sahələr üçün 30 nümunə var. 70 dənə diaqram nümunəsi var. 2024-cü ildə Dimin dövlət qulluğu üçün çap etdiyi kitabda cəmi 100 nümunə idi. Düzdür, yüksəlişin öz diaqramlarını da tədris edirdik. İndi hal-hazırda da yeni bir kitab üzərində işləyirik. Orada da 200 dənə diaqram yer alacaq. Hazırda gördüyünüz və oxşar tiplər bu diaqramlara aid 200 dənə nümunə olacaq. Artıq bu qədər diaqramı işləyəndən sonra elə bizim tədrisdə 300 diaqram görəcəyik. Bir də yüksəlişin bir 100-150 civarında öz diaqramını görəcəyik. Bu qədər çox, yəni nümunə işləyəndən sonra artıq sizin sürətiniz ondan sonra artacaq. Sürət artması barədə sual vermişdiniz, ona uyğun olaraq dedim bu fikri. Abstrakt bölməyə aid isə rəqəmsal bölmədə təbii ki, təkcə diaqramlar deyil, bayaq gördüyümüz tiplərdə onlar da yenə Dimin kitabından da, digər kitablardan da, kurs vəsaitlərindən, öz hazırladığımız testlərdən keçəcəyik. Abstrakt bölməyə aid isə həddən artıq çox material var, həddən artıq. Yəni ora indi birazdan nümunələr göstərəcəm. Hər şey daxildir. Şəkillərin ardıcıllığı, cədvəli, sonra kəsilmiş kağızlar, kublar, fəza fiqurları, yəni hər şey abstrakt bölmənin içərisində tədris olunur. Yenə ona da aid nümunələr göstərəcəm sizə. İndi gəlin hazırki diaqramımızla tanış olaq. Baxın, imtahanda bu tip diaqramlar hardasa bu il 7-8 dənə belə diaqrama aid nümunə var idi. Nə etməlisiniz? İlk olaraq bax sualı gördünüzsə, yuxarıda verilən ilk məlumatı oxumalısınız. Deyir ki, Azərbaycan Respublikasının 2021-ci ildə dövlət büdcəsinin mənbələr üzrə gəlirlərini göstərən diaqramı. Normalda sizə lap yuxarıda ilk olaraq verilən şərt sadəcə buranı təsvir eləyir. Yəni siz bir 5 saniyə vaxtınızı ayırıb həmin o hissəni sürətli şəkildə oxumalısınız. Bir də onu qeyd edeyim ki, baxın bu rəqəmsal bölmədə sizdə 2 ballıq, 4 ballıq, bir də 6 ballıq suallar olur çətinlik səviyyəsinə görə. 2, 4, 6 ballıq suallar. Burada dediyim kimi normalda sadəcə buranı təsvir eləyir. Ən vacib hissə ya burada ikinci şərt kimi verirlər. Baxın elə hazırda burada sual işarəsi olan şərt. Ya da bəzən diaqramın, əksər hallarda diaqramın aşağısında verirlər o sualı.
Bura göz atdıq, gördük ki, təsvir edilibdir. İndi nə deyir bizə? Deyir, hansı mənbə üzrə gəlir 120% artsaydı, dövlət büdcəsinin gəlirləri 28 milyard 345 milyon manat olardı. Baxın, dövlət büdcəsinin mənbələr üzrə bölgüsünü veriblər. Deyir, bax, dövlət büdcəmizə bax, müxtəlif mənbələrdən vəsaitlər daxil olur. Hazırda nə qədərdir bilmirik. Tutaq ki, x milyard manatdır. X milyard. Bilmirik hazırda və biz bu dövlət büdcəsinin gəlirlərini hazırki bu x-i necə tapa bilərik? Burada gördüyümüz bütün qiymətləri toplamalıyıq. Məsələn, baxın 295, 2740. İndi bunu da milyon manatına veribdir. Bu nə deməkdir? Yəni buradakı 295 elə 295 milyon manatdır. Bu 2740 yazdığı isə artıq olur 2 milyard 740 milyon. Bax, bu şeylər haqqında da biz gələcəkdə söhbət aparacağıq. Burada verilən vahidlərdən. İndi fikir verin. Bəzi testlərdə, bayaq dedim ki, biz bunların hamısını toplayıb büdcənin nə qədər olduğunu tapa bilərik. Bəzi testlərdə bizə lazım olmur. Amma bəzi testlərdə, elə hazırki testimizdə də bizə lazımdır ki, büdcə nə qədərdir, nəyə görə? Bizə deyir, hansı mənbə üzrə? Bax, burada gördüyünüz mənbələr, mənbə deyəndə, yəni tutaq ki, bura yazıbdır, gömrük rüsumları. Buradan 950 milyon manat gəlib büdcəyə. Bu mənbələrdən birini deyir 120% artıranda, yəni bir özü qədər, bir də 20%, 5də biri qədər. Artıranda deyir, büdcənin gəlirləri 28 milyard 345 milyon manat olar. Biz indi nə etməliyik? Biz fikirləşirik ki, bu dəqiqə büdcə nə qədərdir? Əvvəlcə bunu tapmalısınız, yoldaşlar. Bunların hamısı toplanmalıdır. Və büdcəni, məsələn deyirəm, müəyyən elədiniz 27 milyard 500 milyon. Məsələn, 27 milyard 500 milyon. Və bizdən istədiyi nədir? Deyir, olsun büdcənin gəlirləri 28 milyard 345 milyon. Nə etməliyik? Bizdən tələb elədiyini, yəni 28 milyard 345 milyondan, bax bundan çıxmalıyıq bütün bunların cəmini, köhnə büdcəni. Bizdən tələb elədiyi budur. Əlimizdə olan büdcə budur. Çıxırıq, məsələn deyirəm, alırıq 845 milyon. Aha, deməli bu qədər artırmalıyıq büdcəni. Bu qədər artırmalıyıq. Və bunun nəyin hesabına artırmalıyıq? Onu istəyir bax bizdən. Deyir ki, hansı mənbə üzrə gəlir 120% artsaydı. Deyirik ki, bu artım bu mənbələrdən hansının 120%-idir? Yəni sadə bir tənasüb quracağıq. Deyəcəyik ki, bu 845 əgər 120%-dirsə, bu nəyinsə 120%-ni təşkil edir. Bəs o həmin o nə? Bax o nədir bə? 100% bax bu nədir? Bunu tapacağıq bax. İndi bunu daha belə deyək, sürətli şəkildə daha qısaca deyirəm. Deyir bu mənbələrdən hansını 120% artırsaq, büdcənin gəlirləri olar 28 milyard 345 milyon. Fikirləşirsiniz ki, büdcə bu dəqiqə nə qədərdir? Deyir, məsələn deyirəm, büdcə 27 milyarddır. Bizdən də istəyir, deyir, büdcə olsun 28 milyard. Deyirsiniz ki, aha, biz büdcəni 1 milyard artırmalıyıq. 1 milyard ki, bu istədiyi büdcəyə gəlib çataq. Və ola bilərdi ki, bu sual o vaxt belə deyək də 4 ballıq hesab olunar. İndi burada hesablamalar çoxdur deyə bunu biz minimum 4-6 balla qiymətləndirə bilərik. 2 ballıq olmaz çünki bu qədər burada ədəd var, bu qədər hesablanma var. O vaxt 4 ballıq olardı ki, bizə deyərdi büdcə gəlirlərini, büdcənin gəliri nə qədər artmalıdır ki, gəlir olsun 28 milyard 345 milyon. Onda deyərdiniz, məsələn deyirəm, 1 milyard. Bu olardı 4 ballıq bir sadə bir sual. Amma indi bizə deyir ki, hansı mənbə 120% artsaydı? Biz deyirik, aha, bunlardan hansının 120%-i bu ədəddir, bax, bu qədər, bu artımdır. Hansının 120%-i? Onun üçün də nə edirik? Tənasüb qurub müəyyənləşdirəcəyik. Bir dənə də nümunəyə baxaq. Deyir ki, aşağıdakı diaqrama əsasən avtomobil nəqliyyatını seçən sərnişinlərin 95%-i avtobuslardan, 5%-i isə mini taksilərdən istifadə etdiklərini bilərək tapşırığı yerinə yetirin. Baxın, burada təsvir edib, düzdür, burada nəqliyyatdan istifadə edənləri veribdir. Əksər hallarda, baxın, 90% hallarda yoldaşlar, bu şərtin, burada verilən şərtin bir əhəmiyyəti olmur. Sadəcə buranı təsvir edir. Amma indi burada vacib bir məlumat var. Deyir ki, avtomobil nəqliyyatını istifadə edən sərnişinlərin deyir, 95% avtobusdan istifadə edir, 5% taksidən. Bu məlumat burada dursun. İndi fikir verin.
Aşağıda deyir ki, bax, əsas sualımız normalda bu olur. Baxın, burada verilmiş sual. Dediyim kimi, diaqramın aşağısında verilmiş sual bizə ən çox vacib olan bu olur. Deyir 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda deyir, hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı minik taksilərindən istifadə edənlərin sayına neçə dəfə azdır? Bizə deyir ki, hava nəqliyyatından istifadə edəndən minik taksilərindən istifadə edənləri deyir, müqayisə edin, neçə dəfə azdır? Bunun üçün nə etməliyik? Hava nəqliyyatını tapmalıyıq, bir də taksiləri, sonra da bunları müqayisə aparmalıyıq. Gəlin baxaq, hava nəqliyyatı, baxın, elə burada qeyd olunub şəklin içərisində. Görürsünüz, ağ hissəyə yazıblar hava nəqliyyatı. Ağ hissə buradır, 0,5%. Baxın, bura nə yazıb? Deyir, 2023-cü ilin yanvar-iyun aylarında sərnişin daşımadan istifadə edən 900 milyon istifadəçi sayının 3 nəqliyyat sektoru üzrə deyir, bölgüsü, paylanması. Deməli, ümumilikdə 900 milyon sərnişin olubdur. Bunların 0,5% istifadə edib hava nəqliyyatından. 900 milyonun 0,5%-ni tapırsınız. Olacaq 4,5 milyon. İndi fikir verin. İmtahanda sizin dediyim kimi kalkulyatorunuz olacaq. Rahatlıqla hesablamaları eləyə biləcəksiniz, apara biləcəksiniz. Bax, 4,5 milyon oldu hava nəqliyyatından istifadə edənlər. Bura yazıram hava. İndi bizə lazımdır taksi, mini taksilər. Görürsünüz, burada ondan da söhbət açır. Deyir, hava taksidən nə qədər, neçə dəfə azdır? Baxıram ki, burada taksidən söhbət açmır. Taksi yoxdur. Var, hava nəqliyyatı, avtomobil, bir də metro. Cəmi 3 şey var. Taksidən burada söhbət açmışdı. Yazmışdı ki, avtomobildən istifadə edənlərin deyir, 95% avtobusdur, 5% mini taksisidir. Baxın, deməli, taksilər avtomobil nəqliyyatının tərkib elementidir. Nə etməliyik? Buradan əvvəlcə avtomobil nəqliyyatını tapmalıyıq. Baxırıq ki, avtomobil nəqliyyatı ikincidir. Orta, boz hissə. İndi imtahanda bu şəkili daha aydın görəcəksiniz siz. Bu, indi Dimin kitabından çəkilmiş şəkildir deyə belə düşübdür. Ortadakı, yəni, bax, bu 87,3%. Deməli ki, bu 900 milyon sərnişindən 87,3% avtomobil nəqliyyatıdır. Və onun da tapacağımız ədədin də 5% taksidir. Qoy bu dursun, bunu taksini sonra taparıq. Hələ ki, gəlin biz bu 900 milyon adamın avtomobil nəqliyyatını, yəni 87,3%-ni tapaq. Bu təqribən belə deyək də 750 milyon olsun. Təqribən 743 milyon ilə səhv eləmirəmsə, nəysə, bu ehtiyac yoxdur buna. 750 milyon məsələn oldu avtomobil nəqliyyatından istifadə edən. İndi bizə nə lazımdır? Bizə lazımdır taksi. Baxırıq ki, avtomobildən istifadə edənlərin 5%-i də mini taksisindən istifadə. Nə edəcəyik? Bu ədədin 5%-ni tapacağıq. Avtomobildən istifadə edənlərin 5%-ni. O da təqribən 37,5 milyon verəcək bizə. Baxın, bu oldu taksidən istifadə edənlər və bizə lazım olan budur. Yazıram bura taksi. Bu, avtomobil nəqliyyatının istifadə edənlərin tərkib elementi oldu. Çünki baxın, burada bölmüşdür. Avtomobil nəqliyyatının 95%-i avtobusdur. Deməli, onların bir qismi avtobusdur. Bir qismi taksidir və biz taksini tapdıq. Bax, bu ümumini. Vəssalam, bizə deyirdi, hava nəqliyyatından istifadə edənlər taksidən istifadə edənlərdən neçə dəfə azdır. Yadınızdadır, biz bayaq lap başlayanda birinci hava nəqliyyatını tapmışdıq. 4,5 milyon. Elə buradan 900 milyonun birbaşa 0,5%-ni tapmışdıq. Deyir ki, bu 4,5, bu 37,5-dən neçə dəfə azdır. Və imtahanda əsasən sizə yüksəlişin qəbulunda neçə dəfə demir. Ən çox deyir ki, neçə faiz azdır. 4,5, baxın, gəlin bunu belə yazaq. 4,5 37,5-dən neçə faiz azdır. Buna niyə belə yazdım? Dan-dən şəkilçisini. Yadda saxlayırsınız, yoldaşlar. Bu ilə dan-dən şəkilçisi hansı tərəfdədirsə, həmin tərəfi siz götürürsünüz 100%. Yəni, deyəcəksiniz ki, 37,5 100%dirsə tənasübümüzdə. Bəs 4,5 nə olacaq? X faiz. Çarpaz vuracaqsınız. Məsələn deyirəm, buna aldınız 10%. X bərabərdir 10%. Məsələn deyirəm. 10% olmaz indi. 12% olsun. Nəsə də hər bir şey, hər hansı bir şey. 12%. Deyəcəyik ki,
Bax, cavab olaraq 12% aldıq. Məsələn, 37.5-ə dedik 100%, buna aldıq 12%. Cavabı 12% götürmürük. Qəsdən variantlarda da 12 verirlər. Deyirik ki, 12 100-dən 88% azdır. Bax, bunu yadda saxlayırsınız. Biz gələcəkdə də vurğulayacağıq bunu dəfələrlə. Dan-dən şəkilçisi hansı tərəfdədirsə, sonra digər açar ifadələr var. Məsələn, deyir ki, A B-yə nəzərən neçə faiz azdır və ya çoxdur. Dan-dən şəkilçisi, sonra nəzərən, nisbətən deyir filan şeyə nisbətən neçə faiz azdır və yaxud neçə faiz çoxdur. Sonra müqayisədə sözü var. Deyir ki, A B ilə müqayisədə. Bax, bu sözlərin hər biri hansı tərəfdə yer alırsa, həmin tərəfi 100% götürəcəksiniz. Nəzərən, nisbətən, müqayisədə, eyni zamanda bura dan-dən şəkilçisi də aiddir. Bunların hər biri hansı tərəfdədirsə, o tərəfi 100% qəbul edirsiniz, digərini də x% qəbul edirsiniz. Sonra isə abstrakt bölmədən bir neçə nümunə ilə tanış olaq, ondan sonra izahlarımızı başa vuraq. Baxın, abstrakt bölmədə dediyimiz kimi şəkillərdən söhbət açılır və həmin şəkillərin bəzi sual nümunələri həmin şəkil ardıcıllıqlarına əsaslanır. Məsələn, bu sualımıza baxsaq, şəkil ardıcıllığıdır. Şəkil ardıcıllıqlarında bizim işimiz nə olacaq? Hər detalı ayrıca izləmək. Hər detalı ayrıca izləyəcəyik. Məsələn, bunun mərkəzindəki fiqura ayrı baxacaqsınız. Bir dəfə bozdur, bir dəfə ağ rəngdədir, yenə bozdur, yenə ağdır. Məlum məsələdir ki, indi sırada boz rəng olacaq. Variantlarımızdan ağ rəngdə olanları çıxardacaqsınız. Məsələn, A variantını, Y variantını silirsiniz. Sonra bu elementlərin hərəkətini ayrı izləyəcəksiniz. Məsələn, bunun özü də belə deyək, bax, əvvəlcə bu tərəfin üzərinə söykənmişdi. Bax, bu üçlük, 3 dənə fiqur. Sonra bu tərəfin üzərinə söykəniblər. Sonra yuxarıdakı tərəfin üzərindədirlər, sonra da sol tərəfin. Məlum məsələdir ki, bunlar bax, belə saat əqrəbinin əksinə hər dəfə 90 dərəcə fırlanırlar. İndi bir dəfə də bu saat əqrəbinin əksinə 90 dərəcə fırlansa, gəlib düşəcək aşağı, bax, bu hissəyə. O 3 fiqur bir yerdə. Baxıram ki, variantlarda D-ni atırıq, sağ tərəfdədirlər. Aşağıda olduğu variantlar bax C ilə B-dir. Sonra nə edəcəksiniz? Sonra da həmin o detalların, bax buradakı balaca fiqurlar var, romb var, digər ağ və boz fiqurlar var. Onların da öz aralarında yer dəyişmələrini izləyəcəksiniz. Yəni deməyim odur ki, bu tip suallarda siz hər detala ayrıca göz atmalısınız, hər birini dəyərləndirməlisiniz ayrı-ayrılıqda. 104-cü sualımıza baxaq. Çox qəribə bir sual tipidir. Yüksəlişin qəbuluna düşmüş sualdır elə. Köhnə illərdə 2022-də, 23-də düşübdü. Sonra DİM 2024 kitabını çap eləyəndə elə öz kitabında bu sualı verdi. Baxın, burada çox maraqlı bir gedişat var. Müəyyən sayda fiqurlar verir. Məsələn, burada üçbucaqlar var, sonra bir dənə kvadrat, bir dənə də çevrə var, görürsünüz. Sonra burada da yenə üçbucaq, kvadratlar, çevrə və s. Bunun məğzi nədir? Siz bu çevrəni nəzərə almadan, bu şəkillərdə çevrə var, bunu nəzərə almadan fiqurları sayası olsaz, burada 3 dənə üçbucaq var, bir dənə də kvadrat var, görürsünüz. 4 dənə fiqur buradadır. 5 dənə fiqur buradadır. Bax, çevrəni nəzərə almadan. İndi onun da səbəbini deyəcəm, niyə nəzərə almırıq. 6 fiqur buradadır, 7-si buradadır, 8 dənə fiqur buradadır. Variantlarla işləyəcəksiniz. 9 dənə fiqur olan bir variant seçəcəksiniz. Bu öz yerində. Yaxşı, bəs mən dedim çevrəni nəzərə almadan. Səbəbi nədir? Bu çevrənin də öz tapşırığı var. Burada 3 dənə üçbucaq var, bir dənə kvadrat var və çevrəni gətirib kvadratın ətrafına çəkiblər. Burada 3 dənə kvadrat var, baxın, kvadrat görürsünüz, 4 dənə daha doğrusu, 4 dənə kvadrat var, bircə dənə üçbucaq var. Gətirib çevrəni üçbucağın ətrafına çəkiblər. Yəni, burada nə təkdirsə, yoldaşlar, nə təkdirsə, onu çevrəyə alırlar. Bax, bu sualın məğzi odur. Məsələn, bura baxın, burada görürsünüz, çevrə yoxdur. Səbəbi nədir? Burada bütün fiqurlar təkrarlanır. Məsələn, üçbucaq 2 dənədir, görürsünüz, bu getdi. Sonra, altıbucaqlı 2 dənədir, biri balacadır, biri yekədir, getdi. Kvadrat da 3 dənədir, görürsünüz, təkrarlanıbdır, getdi. Yəni, burada tək olan fiqur yoxdur ki, onu alsınlar çevrəyə. Bax, bu sualın məğzi budur. Həm fiqur sayı art-arta gedir, fiqurların sayı artır, həm də neynir? Nə ki təkdir, onu neynir? Elə bilin ki, qırmızı kitaba salır. Hansı fiqur bir dənədirsə, elə bilin o yox olmaq təhlükəsindən üzbəyüzdür. Götürüb onu
çevrəyə alırlar, belə mühafizəyə alırlar. Bax, sualın məğzinə baxın, çox qəribə bir gedişatı var. Sonra bizdə, yəni ümumiyyətlə abstrakt bölmədə format çoxdur həddən artıq. Məsələn, bizdə bu tip suallar, burada konqruent fiqurlardan söhbət gedir. İndi bura konqruent fiqur sözü yazılmayıbdı. Yüksəlişin qəbulunda 2023 qəbulunda düşmüşdü. Konqruent fiqur nədir? Bir-birinin əkizi olan fiqurlar, eynisi, bir-birinin eynisi olan fiqurlar. Bizə deyir ki, buradakı fiqurları deyir, ortadan 2 yerə bölsəz deyir, bir-birinin eynisi olan konqruent fiqurları alacaqsınız. Məsələn, Y variantında bax, buradan belə bir xətt çəksəm, lap yuxarıdan aşağı şaquli istiqamətli bir xətt çəksək, solla sağ bir-birinin eynisi olacaq, konqruent əkiz fiqurlar olacaq. D variantında bax, belə bir xətt çəksək, bunun ucu elə bir sağa baxır, bunun ucu sola baxır. Bunlar bir-birinin eynisidir. B variantında bax, buradan belə bir xətt çəksək, sağla solun eyni alacağıq. A variantında da belə bir xətt çəksək, yenə bərabər 2 yerə bölmüş olaraq bir-birinə söykəniblər. C variantında bunu biz belə böləsi olsa, bu artıq bölünməyəcək. Səbəbi nədir? C variantının, baxın, elə müşahidə eləyəndə də görünür. İndi mən lap onu bölməsəm belə ortadan. Bunun sağ tərəfi daha uzun sovdur sola nisbətən. Və yaxud bucaq olaraq da baxsaz, bunun bucağı daha itidir. Bax, bu sol tərəfdəki bucaq daha belə açıq bucaqdır. Bax, sol daha belə iti bucaqdır. C variantı burada fərqli olacaq. Yəni, bunu 2 bərabər, yəni 2 konqruent fiqura bölə bilmirik. Geniş söhbət açacağıq bunlardan. Sonra burada bizə deyir ki, məsələn, bu şəkli, sol tərəfdə verilmiş bax bu şəkli, bu variantlardan hansı 2 dənəsini, məsələn, bunların mı birləşməsindən almaq olar, bunların mı, bunların və s. Yəni, bunlar hamısı gələcəkdə praktikada baxacağımız sual tiplərindəndir. Sonra abstrakt bölmənin belə deyək, əsaslarından biri qatlanmış, kəsilmiş kağızlardır ki, bunlardan da söhbət açacağıq. Düzdür, qəbulda, yüksəlişin qəbulunda mən qatlanmış kağız görməmişəm, düşməyibdir. Amma belə deyək, bu qatlanmalar simmetriyaya əsaslanır. Biri o birinin üstünə qatlanır təbii ki, kağızın bir tərəfi o birinin üzərinə qatlanır və simmetriya geniş istifadə olunur. Yüksəlişin qəbullarında geniş istifadə olunan bir şeydir.